Ermənistan hakimiyyəti Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun açıqlamasına cavab verməli və Tramp marşrutu nəzarət buraxılış məntəqələrinin həqiqətən də Azərbaycan ərazisində yerləşib-yerləşməyəcəyini açıq şəkildə bildirməlidir. Bu barədə politoloq Ara Paqasyan Sputnik Ermənistana bildirib. İyulun 9-da Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında TRIP layihəsi üzrə danışıqlar barədə Bakı müntəzəm olaraq məlumatlandırılır, çünki onun giriş-çıxış sərhəd məntəqələri Azərbaycan ərazisində yerləşəcək. Ölkə hakimiyyətinin iddia etdiyi kimi TRIP Ermənistanın mütləq yurisdiksiyası və suverenliyi altında ərazi olmayacaq. TRIP-ə xüsusən də siyasi baxımdan baxsaq, suverenlik və yurisdiksiyada məhdudiyyətlər görürük ki, bu da təəssüf ki, Azərbaycan tərəfinin mövqeyi ilə təsdiqlənir, Paqasyan bildirib. O qeyd edib ki, əgər Azərbaycan giriş və çıxış nöqtələrinin öz ərazisində yerləşəcəyini iddia edirsə, bu o deməkdir ki, Ermənistan Respublikasından keçən yolda belə nəzarət olmayacaq. Bu, həqiqətən də problemli bir iddiadır. Paqasyanın sözlərinə görə Baş nazir Nikol Paşinyan imzaladığı Avqust müqaviləsini hər cür əsaslandırmağa və bu layihənin reallığa çevriləcəyini və Ermənistan üçün sülhə zəmanət verdiyini nümayiş etdirməyə çalışır. İranın Tramp marşrutu ilə bağlı narahatlıqlarına gəldikdə, politoloq qeyd edir ki, İran tərəfi öz narahatlıqlarını müxtəlif formatlarda, o cümlədən prezidentlər səviyyəsində görüşlərdə ifadə edib. Ermənistan tərəfi həmişə TRIP-in İranın maraqları ilə heç bir şəkildə ziddiyyət təşkil etmədiyinə və İranın heç bir təhlükə altında olmadığına zəmanət verib. Əgər baş nazir bu cür açıqlamalardan sonra başqa bir açıqlama verərsə, ən azından mən bunu sadəcə daxili istehlak mövzusu kimi qəbul edirəm və real siyasətin bir hissəsi kimi deyil, deyə politoloq bildirib. Ötən həftə Amerika Mühəndislik Konsalting şirkətindən bir qrup dəmir yolu və digər infrastruktur layihələrinin layihələndirilməsi üçün TRIP ərazisini araşdırmaq məqsədi ilə Sunik bölgəsinə səfər etmişdi. Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə jurnalistlərə bildirib ki, bu payız TRIP ilə bağlı praktik addımların atılacağına ümid edir. Paqasyan vurğulayıb ki, Tramp marşrutu sadəcə biznes layihəsi deyil, ümidlərə deyil, maraqlara və praktiki hərəkətlərə əsaslanan siyasətdir. Amerika Birləşmiş Ştatları qrupunun regionda təmsil olunması və ya mövcudluğuna gəldikdə, layihənin həyata keçirilməsindən əvvəl araşdırma aparılması məntiqlidir. Digər bir məsələ isə bu layihə üçün hələ də əsaslandırma və Ermənistanın nə alacağı, nə qədər yük daşınması planlaşdırıldığı və digər məsələlərlə bağlı hərtərəfli araşdırmanın olmamasıdır. Səbəb isə praktikada iqtisadiyyat və ya logistikadan deyil, siyasətdən danışmağımızdır, deyə politoloq vurğulayıb. Paqasyan xatırladıb ki, bəyanatlara görə dəmir yolu da yol infrastrukturu obyektləri arasında qeyd olunur və Ermənistan dəmir yolu Rusiyanın konsensiya idarəçiliyindədir. Ona görə də müqavilənin ləğvi perspektivi olduqca realdır. Rusiya Federasiyasının TRIP-ə və onunla əlaqəli hər hansı bir komponentə siyasi baxış bucağı ilə yanaşması və bundan sonra da davam etdirməsi təsadüfi deyil və bu təbii ki, Ermənistan-Rusiya münasibətlərinə, xüsusən də onların iqtisadi aspektlərinə təsir edəcək, Paqasyan qeyd edib.